Bilirsiniz ki Rusiya-Ukrayna müharibəsinin, daha doğrusu Rusiyanın Ukraynaya təcavüzünün 5-ci ilindəyik. 4 il 2 aydır ki bu təcavüz davam edir ve dünya da hələlik bu münaqişənin e, dayanmasını arzulasa da ama ABŞ-Rusiya cütlüyü bu müharibənin davamında maraqlıdır. Çünkü ötən günlərdə ABŞ prezidenti ile Rusya prezidenti arasında axtarışda olan bu cani arasında saat yarımlıq deməli telefon danışığı olub və bu telefon danışığında da yenə də bu adam, yəni əgər ona adam demək mümkünsə, bu vəzifəni daşıyan şəxs bəyan eləyib ki, biz hədəflərimizə çatana qədər sona qədər mübarizə aparacağıq. Mən çox gözəl hədəfdir. Yəni əslində qalsa, yəni öz ölkəsini uçurumun bir adımlığında yox, artıq santimetrlərdə yox, millimetrinə gətirən bir adam hansısa hədəflərə çatmaqdan danışır, nağıllar danışır, nağıllar uydurur və bu nağıllara da Amerika kimi möhtəşəm böyük bir dövlətin rəsmi şəxsi, birinci şəxsi təsvir olsun ki, aldanır və inanır. Amma görünən odur ki, 2 gündür Rusiya kanallarına baxan, Rusiya Telegram kanallarını, sosyal şəbəkə üzərindən izləyən dostlarımız çox yaxşı görürlər ki, həm bundan əvvəl Tuapsedə, Krasnodar vilayətinin Tuapse şəhərində, həm dünən də Perm şəhərində yaşananlar Rusiya üçün sözün birbaşa mənasında böyük faciədir. İndi dostlar deyə bilərlər ki, hara daş atırsan Rusiyada neft buruqlarına, ne bileyim neft yataqlarına değer, gaz yataqlarına değer ama bu böyle değil. Yani Rusiyanın iqtisadiyyatını çökmək dərəcəsinə gətirə biləcək fəlakətlər baş verir və bu fəlakətlər də Putin'in ağılsızlığı, Putin'in inatkarlığı, Putin'in komandasının səbatsızlığı ucbatından baş verir. Onlar fikirləşirlər ki, hələ bizim mətbuatda da baxıram, hələ də bəzi dostlarımız yazırlar. Rusiya 2 kəndi nəzarətə götürdü. Rusiya nə bilim bir qəsəbəni nəzarətə götürdü. Az qala desinlər ki, Rusiya hansısa bir sanitar qovşağa da nəzarəti həyata Üzr istəyirəm, bir haşiyə keçirdi. çıxım izninizlə, hörmətli Üzeyir bəy. Nəzarətə götürdü yox, işğal etdi. Adı ilə demək lazımdır. Yo yo, aydın məsələdir. Yəni nəzarətə götürmək, yəni bunlar işğalçı müharibə aparırlar da. Mən ona görə bu sözü tez-tez istifadə eləmirəm. İşğal edirlər. Əlbəttə ki, işğalçının buynuzu olmur ki. Rusiya özünü Yox, elə mən bir həmkarlarımız vəziyyətə üçün deyirəm ki, təqdimatda buna diqqət eləmək lazımdır. yəni razıyam və təşəkkür edirəm. Haqlı iraddır və mən o iradı qəbul edirəm. Bəli, Rusiya Ukraynanın hansısa kəndini, viran qoyduğu kəndi nəzarətə götürür və bunu da utanmadan bütün dünyaya bəyan eləyir və Amerika kimi dünya Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ölkə də bu həyasızlığı rahatça qəbul eləyir və utanmadan Amerika prezidenti deyir ki, biz daha doğrusu Putin sülh sazişini imzalamağa hazırdır ama bəzi adamlar buna mane olur. Bilmirəm bu bəzi adamlar deyəndə bu əvvəllər Zelenskinin üstünə belə çox xod gedirdi. İndi Zelenski alttan və yaxud da ki komandası vasitəsilə buna lazım olan cavabı verir və verəcək. Mən sizə deyim ki, artıq çox şeylər dəyişib, çox şeylər dəyişir və çox şeylər də dəyişəcək. Siz Putinlə Trump'ın hoqqabazlığına çox da aldanmayın. İndi değerli efir rejissorumuzun da gösterdiği kadrlarda biz görürük ki, belə deyək də anormal qərarlar verən şəxslər bugün dünyanın bir növ taleyi ilə oynuyorlar. Hele həmin Trump'ı götürək, həmin Putin'i götürək. Yani biz biliriz zaten Rusya indiyə qədər hansı əxlaqsızlığı, tərbiyəsizliyi nümayiş etdirib. Mən bu sözdən çəkinmirəm. Çünki Azərbaycanla bağlı yaşananlar bizim yəni yaxın tariximizdədir. İndi də Amerika prezidenti yəni bu canini qucaqlayır. Baxın, az qala elə bir sanki doğma qardaşını görüb. Qoluna girir. Gülen olmasa qucağında aparıb onu belə deyək də tribunaya qoyar. Ama bu adam çoktan layık olduğu yere gitmeliydi. Yani layık olduğu odur ki bugün dünyada baş veren ekser muharebelerin
deməli səbəbkarı və bu əlini sıxdığı və bu efirdən mənim tərəfimdən baxanda solda, yəni sizin tərəfindən baxanda isə, yəni solda daha doğrusu mənim tərəfimdən baxanda solda, yəni solda olan, yəni Putinlə söhbət gedir. Siz tərəfdən baxanda isə sağda olan Putinlə söhbət gedir. Bir sözlə Rus bəy və hörmətli izləyicilər, bu günləri dünyada baş verən hadisələrə görə ən böyük məsuliyyəti Trump və Putin daşıyır. Çünki baxıram bu günləri İranın ali dini lideri Möçtəba deməli Xamneyi, yəni öldürülmüş Əli Xamneyinin oğlu deməli Rusiyadakı deməli müsəlmanlara təşəkkürü bildirib və bundan da əvvəl bir məktub göndərib. Bundan da əvvəl dünən idi, səhv eləmirəmsə, İran Xarici İşlər Naziri Pakistandan sonra Abbas Arakçi Moskvaya səfər eləmişdi. Mən düzünü desəm hələ də anlaya bilmirəm ki, bunlar nəyə belə Rusiyadan möhkəm yapışıblar. Aydın məsələdir. Yəni bəzi bizim dilə gətirdiyimiz və gətirmədiyimiz məqamlar var, amma yenə də deyirəm ki, Rusiyanın köməyinə arxalanan dövlət hər zaman böyük faciələrlə baş-başa qalıb. Özü də çox maraqlıdır ki, yaxın tariximizdə Suriyaya baxın. Dədəsinin qəbrini ayaqlar altında atıb, təhqir olunmuş vəziyyətdə qoyub gəlib Rusiyaya sığınan qeyrətsiz Bəşər Əsədi götürək. Və yaxud da ki, Ukraynaya xəyanət edib gəlib Rusiyaya sığınan Viktor Yanukoviçi götürək. Qırğız xalqına xəyanət edib gəlib Moskvaya sığınan bir neçə əskər Akayevdir, nə bilim, sonra orada 2-3 nəfər vardı, onları götürək. Sonra kimdir orada? Bir sözlə, yəni hansı yaramaz, öz xalqına qarşı hansı yaramazlıq eləyən varsa, onların bəlli ünvanı Moskvadır. Yəni bugün də indi Moskva bir həftədən sonra, yəni 41-45, yəni o zaman müharibəsinin hərbi paradına hazırlıq keçir və paradı da o vəziyyətə salıblar ki, dəyərli izləyicilər, hörmətli Rus bəy, ona parad deməyin adamın dili də gəlmir. Çünki o paradı sanki belə deyək də şəxsi heyətin hərbi hissə komandirinə salamı vəziyyətinə salıblar. Parad, baxın, yəni bu xəstəliyə tutulmuş varlıq necə ki, müharibə aparır, deyir, yox, bu müharibə deyil. İndi də paradı, hərbi parad. Hərbi parad dövlətin gücü deməkdir. Hərbi parad dövlətin imkanlarının nümayişi deməkdir. Sən bugün dünyaya nəyi nümayiş etdirəcəksən? Nəyi nümayiş etdirirsən? Sən 5-ci ildir bataqlıqda ağanıyırsan. Sən 5-ci ildir bir Ukrayna ilə məsələni həll edib axıra çatdıra bilmirsən. Ona görə də, yəni hələ qarşıdakı günlərdə Rusiya üçün çox acınacaqlı faciələr yaşanacaq. Bu Tuapse, alov içində olan Tuapse 3 gün təsəvvür edin Rus bəy. 3 gün Tuapse'də olan deməli yanğın Rusiya tarixində bəlkə də qırmızı kitaba düşə biləcək yanğınlardan idi. Perm də eyni vəziyyətdə. Təsəvvür edirsiniz. Üzeyir bəy, Tuapse niyə görə bu qədər vacibdir? Rus bəy, əvvəla oradan bütövlükdə ordunun və donanmanın yanacaq və sürtkü materialları ilə təminatı və Rusiyanın kimya sənayesi üçün komponentlər hazırlanan müəssisələr o istiqamətdə cəmləşdiyinə görə Ukrayna ora zərbələr endirib. Bəli, Ukraynada zərbə alır, bəli, Ukraynanın da dağıntıları var. Bunların bacardıqları odur ki, yaşayış binalarını dronla vururlar. Bunların bacardıqları odur ki, hərəkətdə olan avtomobilləri, avtobusları, avtomobillərə zərbələri endirirlər. Orada da ölənlər olur, orada da həyatını itirənlər olur. Amma nə etmək olar? Yəni bu cani, bu cinayətkar hələli, yəni o dişlərini ağardan BMT baş katibidir. Dişlərini ağardan Amerika prezidentidir. Dişlərini ağardan nə bilim Kim Çın ınlardır. Ona görə də Putin özünü belə hələli belə hiss edir. Baxın, balaca bir Ermənistanla hətta bir şey ortaya çıxara bilmir. İndi başqa yollara əl atıb